İnne li qatlil Huseyn hararatan fi qulubil mu'minin la tabrudu əbəda. Peyğəmbər buyurub, Hüseynin qətli ilə möminlərin qəlbində bir hərarət, bir istilik yaranır ki, heç vaxt sönməyəcək. Görün necə qətiyyətlə deyib, heç vaxt sönməyəcək. Bu hərarət həmin o eşqin hərarətidir. Bu hərarət məzlumiyyətin hərarəti deyil. İndiyəcən başı kəsilən çox olub. Öldürülən çox olub. Məzlumiyyətin hərarəti deyil, eşqin hərarətidir. Eşqdən alınan ləzzətin hərarətidir. Ləzzət olmasaydı bu eşqdə heç kəs ona yaxın düşməzdin. Nə qədər sən danışsaydın danış. Bu qədər adamı bura yığa bilməzdin. Elə bilirsiniz, bu qədər adamı bura mənim söhbətlərim yığıb. Xeyr, heç kəs sinəsinə döyməsin. Hamı burada eşqin ləzzətini təcrübə eləyir deyə özü gəlir, bilmir necə gəlir. Onun üçün gəlir. Yoxsa filan kəs yaxşı danışır, gedək. O haşiyə məsələlərdir yəni. Haşiyə məsələlərdir. Filan kəs o eşqin ləzzətini daha yaxşı daddırmağa kömək eləyirsə razıyam. O ilə razıyam, ola bilər. Amma mən hesab eləmirəm özümü adamlardan. Allah şahiddir, hesab eləmirəm. Allah şahiddir. İmam Hüseynin huzurunda deyirəm ki, bu söhbətlər, bu danışıqlar mənə xəcalətdən başqa heç nə artırmır. Mən özümlə tənha qalanda bilirəm ki, üzr istəyirəm, başımdan çox böyük sözlər danışıram. Amma həmişə də niyyətim budur ki, bəlkə bu adamların içində bunun əhli tapılacaq. Eybi yoxdur, indi mən özüm olmasam da, heç olmasa bir diskin də insanlara xeyri olur da, nəyəsə çatdırır. Bu həqiqətləri çatdırır. Mən bu niyyətlə bu şeylər danışıram. Yoxsa elə bilmiyim, mən sizdən yuxarı oturmuşamsa bunlara hamıdan yaxşı mən əməl eləyirəm. Elə hesab eləməyin. Elə də deyil, mən bunu yəqin bilirəm, elə deyil.